Qırmızı rənglə nişanlanmış ərazilər İran tərəfindən endirilən zərbələr nəticəsində yaralanan və ölənlərin statistikasıdır, rəqəmləridir. Mavi rənglə nişanlanmış ərazilər isə İsrail və ABŞ tərəfindən endirilən zərbələr nəticəsində həlak olan və yaralanan şəxslərin sayını göstərir. Və əlbəttə ki, başlayaq İranla. İran ərazisində bu günə qədər 1426-dan çox ölən və həmçinin 17 mindən çox yaralı var. Bu rəqəm İsraildə 19 ölü və 4790-dan çox İsrail ərazisində yaralının olduğunu görürük. Və bu müddət ərzində deməli Körfəz bölgəsində yerləşən ABŞ ordusundan 13 hərbçi ölüb və 200 yaralı var həmçinin Amerika Birləşmiş Ştatları heyətindən və sözsüz ki, bu müharibə sadəcə lokal ərazini əhatə etmədi, Körfəz boyu ölkələrə də yayıldı və elə bu rəqəmlər də onu göstərir. Səudiyyə Ərəbistanında 2 ölü və 16 yaralı var, Bəhreyndə 2 ölü, 13 yaralı, Qətərdə 16 yaralı, Birləşmiş Ərəb Əmirliklərində bu günə qədər 7 nəfər həlak olub və 159 nəfər yaralanıb. Omanda 3 deməli həlak olan və 5 yaralı var. İraqda 48-dən çox həlak olan var, 64-dən çox isə yaralı. Livan ərazisində 1074 həlak olan, 2917 yaralı deməli qeydə alınıb. İordaniya ərazisində isə 14 yaralı. Həmçinin Küveyt ərazisinə də təbii ki, raketlər düşüb və nəticədə 2 ölü var, 41 yaralı deməli qeydə alınıb və bir daha əgər xatırlatmadımsa, qeyd etmədimsə vurğulayım ki, Bəhreyn ərazisində də həmçinin 2 nəfər həlak olub və 13 nəfər yaralanıb. Bir daha xüsusilə vurğulayıram ki, bu rəqəmlər fevral ayının 28-dən münaqişənin başladığı gündən bu ana qədər müharibənin əhatə etdiyi ərazidə ölən və yaralananların siyahısıydı. Rəqəmlər təəssüf ki, elə bu anda, biz danışdığımız anda da artmaqda davam eləyir. Çünki qarşılıqlı hava zərbələri, hücumları da davam eləyir. Və əlbəttə ki, bu müharibənin iqtisadiyyata da ciddi təsiri var. Neft bazarında qiymətlər kəskin enib və Brent markalı neftin qiyməti $100-dan aşağı düşüb. Ekspertlər bu ucuzlaşmanı ABŞ-nin İranla mümkün danışıqları ilə bağlı açıqlamalarının bazara təsiri ilə izah edirlər. Bununla yanaşı, Hörmüz boğazında gərginlik davam etdiyindən analitiklər qiymətlərin yenidən artma ehtimalını istisna eləmirlər.